Herkese salam. Hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Azərbaycan dili 4-cü sinif 2-ci hissədən ixtisar və durğu işarələri mövzusunu izah edəcəm. 5A tapşırığı ilə başlayırıq. Nöqtə və vergülün hansı funksiyaları var uşaqlar? Bu haqqda nə bilirsiniz? Gəlin onlar haqqında danışaq. Əlbəttə ki, biz aşağı siniflərdən öyrənmişik və bilirik ki, bitmiş fikirlərin sonunda nöqtə qoyulur və cümləni tamamlayır. Əgər bir cümləni tamamlamısansa, sən o zaman nöqtədən istifadə edirsən. Sadalanan sözlər, cümlələr arasında isə vergül işarəsi qoyulur. B tapşırığına baxırıq. Cümlələrdə hansı sözlər qısa yazılıb? Gəlin baxaq uşaqlar. Cümlələrimizdə hansı sözlər qısa yazılıb? Kosmosda müxtəlif göy cisimləri var. Ulduzlar, planetlər, asteroidlər və s. Nəsrəddin Tusi Şərqdə ilk mükəmməl rəsədxananın yaradıcısıdır. Burada ilk cümləmizdə və s. sözü s nöqtə ilə yazılıb, amma biz bilirik ki, bu və s-dir. Aşağıda isə biz Nəsrəddin Tusi sözündə n yazıb nöqtə qoyulub. Biz burada bunun Nəsrəddin Tusi olduğunu bilirik. Beləliklə bunlar ixtisarlar adlanır. Gəlin baxaq bunları bilməliyik hissəsində verilmiş qaydamıza. İxtisar və durğu işarələri. Bəzən söz və ifadələr qısa yazılır. Bu halda çox zaman nöqtədən istifadə olunur. Məsələn, Səməd Vurğun, s, nöqtə Vurğun, şəhər, şəh yazılır, sonuna nöqtə qoyulur. Biz bilirik ki, artıq bu şəhər deməkdir. Və s. isə və s nöqtə. Bu isə və s. deməkdir. Sadalanan söz və ya cümlələrin əvvəlində gələn ərəb rəqəmlərindən sonra nöqtə və ya yarım mötərizə işarəsi qoyulur. Məsələn, birinci, bir, nöqtə, bu birinci deməkdir və ya bir, yarım mötərizə, bu da birinci deməkdir. Yazıda tarixi qısa ifadə etmək üçün nöqtə və qoşa nöqtədən istifadə olunur. Məsələn, 12 dekabr 2022-ci ili göstərmək üçün 17 dekabr 2022-ci ili göstərmək üçün 17.12.2022. Beləliklə 17 gün, 12 ay, 2022 isə ili bildirir. 08:15 9-a 15 dəqiqə işləyib. Burada 08 saat, 15 isə dəqiqədir. Burada qoşa nöqtədən istifadə olunub. Onluq kəsirlər vergülün köməyi ilə yazılır. Məsələn, 8,7, 8,7, bu 8,7 deməkdir. Siz artıq təbii ki, bunu riyaziyyat fənnindən bilirsiniz uşaqlar. Gəlin baxaq C tapşırığına. Doğum tarixinizi qısa şəkildə yazın. Uşaqlar, doğum tarixinin qısa şəkildə yazılması. Məsələn, mən 12 iyul 1992-ci ildə anadan olmuşam. 12 iyul 1992-ci il. Bunu qısa şəkildə necə yazacağam? 12, təbii ki, iyul 07-ci aydır və 1992. Beləliklə, mən öz təvəllüdümü bu formada qeyd edirəm. Davam edirik, siz də bu formada yazacaqsınız. Növbəti Ç tapşırığına baxırıq. Riyazi ifadələri qısa şəkildə ifadə edib yazın. Gəlin dostlar, başlayaq. Riyazi ifadələrimizi qısa şəkildə ifadə edib yazacağıq. Birinci. 2,13-ünü göstərər. 2,13. İkinciyə baxırıq dostlar. Deməli, 9,8. 9,8 dediyi üçün 0 və 8 qeyd edirik. Üçüncüyə baxırıq. 6,15. 6,15. Dördüncüyə baxırıq dostlar. 5,5.
5 tam 5 vergül və 5. Beləliklə, bir daha qeyd edirəm. 2 tam %13-ü 2,13 şəklində, 9 tam %8-i 9,08 şəklində, 9-dan sonra vergül qoyuruq, çünki burada biz tamı ayırırıq. 6 tam %15-i 6,15 şəklində, 5 tam onda 5-i isə 5,5 şəklində qeyd edirik. Baxırıq ölçü vahidlərinin ixtisarına, bunları bilməli hissəsində verilib. Ölçü vahidləri də qısa şəkildə yazıla bilər. Bu zaman ixtisardan sonra nöqtə qoyulmur. Məsələn, kiloqram sözü kq, santimetr sözü sm şəklində yazılır və burada ixtisardan sonra biz artıq nöqtə işarəsindən istifadə etmirik. Son olaraq baxırıq dostlar D tapşırığımıza. D tapşırığında bizə verilib ki, cədvəldə uyğun ölçü vahidlərini qısa şəkildə yazın. İndi isə gəlin uyğun ölçü vahidlərini qısa şəkildə yazaq. Uzunluq vahidi, daha sonra kütlə vahidi və zaman vahidi. Hər birinin qarşısında cədvəldə verilmiş uyğun ölçü vahidlərini qeyd eləyəcəyik. İlk öncə başlayırıq qram. Qram Q şəklində qeyd olunur və kütlə vahididir bu uşaqlar. Q şəklində yazılır. Davam edirik. Desimetr uzunluq vahididir. D. Desimetr dm şəklində yazılır. Litr. Litr burada uşaqlar mayələri ölçmək üçündür, verilməyib deyə biz onu heç birinə qeyd edə bilmirik. Bu tutum vahididir. Metr. Metr uzunluq vahididir və m hərfi ilə qeyd olunur. Milliqram. Milliqram dostlar kütlə vahididir və m q şəklində qeyd olunur. Kilometr. Kilometr uzunluq ölçü vahididir və km şəklində qeyd olunur. Santimetr isə yenə də uzunluq ölçü vahididir və sm şəklində qeyd olunur. Millimetr. Millimetr uzunluq ölçü vahididir, mm şəklində qeyd olunur. Saniyə. San şəklində yazılır qısa şəkildə. Dəqiqə də dəqiq şəklində qeyd olunur dostlar. Beləliklə bir daha deyirəm. Qram kütlə vahididir, Q şəklində qeyd olunur. Desimetr uzunluq vahididir, dm. Litr tutum vahididir, burada yoxdur deyə biz onu qeyd etmirik. Metr uzunluq vahididir, m şəklində qeyd olunur. Milliqram kütlə vahididir, mq şəklində. Kilometr km şəklində uzunluq vahididir. Santimetr uzunluq vahididir, sm şəklində qeyd olunur. Millimetr də uzunluq vahididir və mm şəklində qeyd olunur. Saniyə ilə dəqiqə də san və dəqiq kimi yazılır, zaman vahidləridir. Bugünkü mövzumuz bu qədər idi dostlar. Ümid eləyirəm ki, mövzu sizə aydın oldu. Sizinlə sağollaşıram. Yeni dərslərimizdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.